Salam uşaqlar, bugünkü mövzumuz cəmiyyətin qiymətinin müəyyən faiz artması və azalması. Səhifə 130, 131, 132. Uşaqlar, bu mövzu sizin üçün nə qədər önəmlidir, onu izah edə bilmərəm. Həqiqətən də çox önəmli mövzulardır. Səbəb niyə? Baxın uşaqlar, gündəlik həyatda ən çox istifadə olunan mövzulardır. Məsələn, mağazaya getmişsiniz. Mağazalarda görürsünüz ki, 20% indirim var qiymətə. Uşaqlar, 20% indirim. Bəzən yazmırlar ki, üzərində. Məsələn, tutaq ki, malın qiyməti 100 manatdır. Deyirlər ki, alışda, alanda 20% indirim eləyəcəyik. Fikirləşirsiniz, görəsən, cibimdə var 81 manat pul. Fikirləşə qalıram, görəsən, bu mən paltarı ala biləcəm, ya ala bilməyəcəm. Əgər mən 20%-in nə olduğunu bilsəm, endirimdən sonraki qiyməti hesablaya bilsəm, sırası, kimdənsə soruşmağın əvəzinə, hesablaya bilsəm, sırası deyəcəm, mənim pulum çatır, gedib ala bilərəm. Yoxsa amma, endirim var, gedim o 81 manat pulum var, 75 manat pulum var, gedim almağa, yox, çatmayacaq. Çatacağını hesablasam belə çatmayacaq. Yəni, bunu bilmək uşaqlar həqiqətən də çox önəmlidir. Gəlin, diqqətlə mövzuya qulaq asaq. Çox rahat mövzudur, çox da önəmli mövzudur. Başlayaq dərsimizə. Uşaqlar, mövzunu bəyənsəz, bəyənməyə, abunə olmağı və şərh yazmağı unutmayın. İndi başlayaq. Deyirəm ki, 20% artanda, baxın elə misal üzərində. Deyirəm ki, 100 manatlıq mal idi, deyirəm ki, malın qiyməti 20% artdı. Deyirəm ki, yeni qiymət nə oldu? Uşaqlar, 20% artanda bu malın qiymətinin 20% qədər artdı. Deyirəm, görəsən malın qiymətinin 20% nədir? Ədədim, faizi. Deyirəm, 20% nədir ki, neçə manatdır ki, neçə manat artdı? Ədədin faizini tapıram. Ədədi faiz göstərəndə də vurur, 100-ə bölürəm. İxtisar getdi 20 manat. Aha, demək malın qiyməti 20 manat artdı. Deyirəm, onda yeni qiymət nə oldu? Əvvələ 100 manat idi, 20 manat artdı, plus 20 oldu 120 manat. Aydındır uşaqlar. Birinci artımı hesablayırsınız, neçə manat artdığını hesablayırsınız. Sonra əvvəlki qiymətin üzərinə gəlməm ki, bu qədər artırandan sonra yeni qiymət nə oldu? Bu formada təyin olunur. Aydındır. İndi azalmasına aid bir dənə işləyim, sonra nümunələr üzərində çoxlu işləyəcəm. Verilir malın qiyməti. Deyirəm ki, 200 manatdır. Deyirəm, yeni qiymət 20% azaldı, aşağı düşdü. Bu artanda üzərinə gəldim. Təbii ki, böyümədim. Deyirəm, 20% nədir bunun? Bu malın 20% neçə manatdır? Neçə manat aşağı düşür? 200-ün 20%-ni tapıram. Ədədi faiz göstərəndə vurur, böləm 100-ə. Sıfırlar getdi, 40 manat. Aha, 40 manat azaldı. Qiymət aşağı düşür deyə çıxmalıyım, düzdürmü? 200-dən çıxdım 40 manat. Bu da bərabərdir 160 manat. Bu sizə kimi aydındır uşaqlar. Bu formada təyin edirik. Ədədin faizini tapırsınız. Artıbsa plus yuxarı qalxmalıdır. Azalıbsa minus aşağı düşməlidir. İndi gəlin sual üzərindən baxın. Bir şeydən suala baxacağım. Səhifə 131, misal 1. Misal 1-də bizə nə deyir? Misal 1-də deyir ki, 80-i 15% artırın. 80-i 15% artırın. Deyirəm, 15% nədir? 80-i 15-ə vururam, 100-ə bölürəm. Görüm, 15% nədir? Bu da bərabərdir. 0-ın birindən 0-ın biri getdi. 8 vurulsun 15 elədi. 120. 120-yi də böləndə 10-a, 0-ın birindən 0-ın biri getdi. 12 manat.
Aha, 80'i 12 manat artırıram. Artır deyə üzərinə gəldim. Plus 12. Bu da elə 92 manat. Bir dənə sual üzərində baxın. Verib 15'i 100% azaldın. 15'i 100% azaldın. İndi baxıram. 15'in 100%-i nədir? 100'ə vurdum, 100'ə böldüm. Aha. Bu da bərabərdir. Elədir mi 15? Deməli 15'i 15 manat azaldın. Yəni pulsuz 0 manat verir. Hər də ki uşaqlar, hər bir şey 100%, düzdürmü? Deyir 100% azalt, 100%'ini sil. Yerdə nə qalır? Heç nə. Həqiqətən də 0. Heç işləməsəydim də olardı. Birdən də ben buna baxıram. 92'ni 10% artırın. 92'ni 10% artırın. Deyirəm 10% nədir? Ədədə faiz yüksələndir. Vurdum 100'ə böldüm. 9 tam 92'ni böləndə 10'a vericik bir vahid sola gəlirdi. Düzdürmü? 9,2 yazdım. 92'ni 9,2 qədər azalt. Azalt deyirdi, artır deyirdi uşaqlar. Artır. Aha. 92 plus 9,2. Uşaqlar alt-alta yazanda vergülün altından. Yadınızdadır. Belə yazırdıq, düzdür? Burada 0'dır. Yəni 0 yaza da bilərsən, yazmaya da bilərsən, problem yoxdur. Çıxmada əsas lazım olur pay verməyə görə o 0. Amma toplamada elə bir önəmi yox idi. 0 plus 2. Bu vergül formasına onluq kəsirləri toplayıb çıxa bilmirsinizsə, mövzunu izah eləmişəm. Gedin əvvəlki mövzulara bir dənə baxın, diqqətlə. 2 plus 9, 11, 1 yazdım, 1 yaddaş. Belə də 10. 101 tam 10'da 2. Bu formada təyin olunur. Keçirik. Uşaqlar, bu formada sualları siz özünüz Namazov'dan da işləyin. Artırın, azaldın, bu qədər faiz artırın, azaldın. Mən indi, baxın, bu mövzunun davamı da eyni mövzudur. Prosto bunu başqa yolla necə işləmək olar? Məsələn, 20% azaldın deyəndə bu başqa necə işləmək olar? Və 20% azaldın deyəndə nə ağardıq? 15% azaldın deyəndə nə ağardıq? Artırın deyəndə nə ağardım? 15%'ni tapdım, sonra artırdım. Sonra üzərinə gəldim. Bunu 2 addımda yerinə yetirdik. Bu misalları bir addımda da eləmək olur. Bəs necə? Gəlin baxaq. Və əsas lazım olan hissə də burada başlayır. Verilib bizə. Deyir ki, nəysə ədəd verilmişdir. Deyirəm ki, 80 manat saydı. Deyirəm ki, 20% qiyməti azaldı. Azaldı, aşağı düşdü. Deyirəm, yeni qiymət nə oldu? Onda uşaqlar 20% azaldısa, ümumilikdə hər bir şey neçə faizlə ibarətdir? 100, düzdürmü? Bütöv oldu bizdə 100. Deyirəm 20% azaltdım. Yəni bunun 20%'ini nə verdim? Çıxdı, getdi. Yerdə qaldı neçə faiz? 80% qaldı mı? Düzdür? Onda mən elə ədədin 20%'ini çıxsam, desəm ki, ədədin 80%'ini tapsam, elə yeni qiymət almış oluram. Onda tapıram. Deyirəm ki, 80'in 80%'ini tapıram. Vuram 80'ə, bölürəm 100'ə, birbaşa işləyirəm. Bu da bərabərdir. 80 vuranda sıfırlar getdi, bu da bərabərdir 64. Bu aydındır uşaqlar. 20%'ini azalt deyəndə 20% çıxdım. Dedim, hə, 80% qiymət istəyirdi sizdən. Problem yoxdur bu sizdən. Və uşaqlar, bunu bir formada da belə şəkildə işləmək olar.
ədədin %80 hissəsi onun hansı hissəsidir? Və belə işlədikdə vurdıq 80-ə böldük 100-ə. Düzdürmü? Uşaqlar, bu 80% deyə bilərəm ki, 0,8 hissəyə bərabərdir. Düzdür? Onda ədədin bir promu 0,8 hissəsini tapıram. Hesablayıram ki, nəyə bərabərdir? Yəni necə? Baxın, hamısı üçün işləyim. Deyirəm ki, ədədə 10% azalt. Deyirəm, nə alınacaq? 10% azaldanda hansı qiymət alınacaq? Deyim ki, 10% azaldanda hər bir şey 100%-dir. Neçə faiz qalır? Deməli, 90%-dir. 100-dən çıxdım onu, düzdürmü? 90%-li qiyməti istəyir sizdən. Bəs 90% hansı hissədir? 90-a vururuq, 100-ə bölürük, düzdürmü? Hissəyə çevirsən. Bu da bərabərdir 0,9 hissi deyil. Deməli, mən ədədin 0,9-unu tapsam, bir promu 10% azalmış hissəni verəcək. Və yaxud da, gəl, 30% azalt. Hələlik azalmanı işləyirəm. 30% azaldanda neçə faiz qalır yerdə? 70%. 70% hansı hissədir? 70-ə vururuq, 100-ə bölürük. Hansı hissədir? 0,7. Aha, deməli 0,7-sini tapsaz, sırası tapmış olursunuz. 40% azalt. Qaldı mı yerdə 60%? 40% azaldanda. 60% hissə. 60% hansı hissədir? %60 hissə deyil. Yəni ədədin 0,6-sını tapsaz kifayət deyil. Problem yoxdur uşaqlar. Bir daha deyək, baxın fikirləşirlər. Ədədi 10% azaldanda hansı hissəni tapdınız? 90 qaldı yerdə, o da elədir 0,9 hissə. Sırası 0,9-unu tapırsınız, işləyirsiniz. Baxın, bir dənə sual üzərində də deyim, azalmaya aid hələli işləyirəm. Sonra artmaya aid işləyəcəm. Deyir ki, malın qiyməti 40 manat idi, deyirəm ki, 50% azaldı. Deyirəm, 50% azaldısa, 50'si çıxdım, 100-dən 50'sini çıxdım, qaldı mı 50%? O da elədi mi? %50 hissə, yəni 0,5 hissə. Suya 0,5'i qaldı demək olar. Bir formül 40'ın 0,5'ini tapıram, deyirəm ki, nəyə bərabərdir? 20 manat. Deməli, malın qiyməti oldu 20 manat. Bir dənəsində işləyə azalmaya aid. Malın qiyməti 30 manat idi. Deyir ki, azaltdıq 70%. 70% azaldısa, aşağı düşdüsə, qaldı mı 30% yerdə? Yəni 30%imiz neçə hissədir? 0,3. Yəni ədədin 0,3-ünü tapıram, işləyirəm. Vergüllə 0 getdi. 3 vuruz 9 manat. Yeni qiymət oldu 9 manat. Bu formada təyin olunur. Keçək indi suallar üzərindən. İndi artmaya aid bir dənə də işləyək. Sonra keçəcəyik misallar üzərindən işləməyə. Deyirəm ki, malın qiyməti 20% artdı. Əvvələn neçə faiz idi malın qiyməti? 100%. 20% artanda, bax, bir an azalırdı deyə çıxdım, dedim 80% yerdə qalır, düzdür? O da elədi 0,8'dir. Artanda isə üzərinə gəldim 20'ni. Bu bərabərdir 120%'lik oldu mu? Düzdür? Yəni 120%'ini tapsam, malın yeni qiymətini mənə verəcək, düzdür? 120%'imiz hansı hissədir? Böləndə 100'ə, 120'ni böldüm 100'ə. Hissəyə çevirəndə 0'ın 1-dən 0'ın 1'i getdi. Bu da bərabərdir 1,3. Aha, 1,3 hissəsini tapsam kifayətdir. Malın qiymətin, məsələn, misal üzərində deyim bunu. 200 manat idi mal, deyirəm ki, 20% artdı. Yeni qiymət nə oldu? Sırası 1,2'ye vururam, deyirəm ki, yeni qiymət 1,2 hissəylə olur. 0'la vergül getdi, 20 vurursa 12, 240 manat. Yeni qiymətimiz oldu 240 manat. Uca 2 addımlı hesablanadım. Bax,
Sıraza 50'niz öyrəşəndən sonra uşaqlar 20% artmadır, azalmadır, sürətli şəkildə işləyə biləcəksiniz. Yəni indi hesablamaqda çətinlik çəkə bilərsiniz. Normal bir şeydir. Yəni mən də sıraza öyrənməmişəm. Yavaş-yavaş. İndi bir də bu çox çətinlik çəkə bilərsiniz. Amma işlədikcə, əlinizi işlətdikcə öyrəşəcəksiniz. Sıraza deyəndə ki, hə, malın qiyməti 30% artdı. Nə olur? 1,3. Səbəb niyə? Çünki 30% artanda 100 plus 30. Elədimi? 130. 130 da, 130%'imiz də hansı hissəni verir bizə? 1,3. Sırası tapmaq olur. 40% artdı. 1,4. Səbəb niyə? 100 plus 40. Elədimi? 140. 140%'imiz nəyə bildirir? 1,4. 50% artdı. 1,5. Səbəb niyə? Bax, məndən qabaq siz cavab verin, ha? Qulaq asmayın mən dediyimə, yaxşı? Birinci özünüz cavab verin, videonu dayandırın. Biraz ola bilsin ki, mən az gözləyirəm. Gözləmə vaxtını sizə az verirəm. Yəni, normal sinifdə olsaydıq, mən sizə gözləmə vaxtı verərdim. Amma bu videodur deyə, siz dayandıra bilirsiniz də özünüz gözləmə vaxtını tam təyin edin. Normal sinifdə amma sizin gözünüzün içinə baxardım, bilərdim ki, nə qədər gözləmək lazımdır. Şagirddən asılı olaraq. İndi 50% artdı, nə oldu? 1,5. 100 plus 50, 150, 150'miz də elədi 1,5. 60% artdı. Nə oldu? 1,6. 100 plus 60, elədi 160. 160%'imiz də 1,6 hissə oldu. 70% artdı. 1,7. 80% artdı. 1,8. 90% artdı. 1,9. 100% artdı. 2. 2'ye vuracaq. Aydın uşaqlar. Səbəb niyə 2'ye vuracaq? 100 plus 100 elədi 200. 200%'imiz hansı hissədir? 200'ü böləndə 100 elədi 2. Yəni 2'ye vurmağına. 2 dəfə artdı. 100% artmaq malın 2 dəfə artmağıdır. Gəlin bir şey deyim. Bura kimi başa düşdüzsə bu hissəyə baxın. Başa düşmədinizsə mövzunu təzədən başdan baxın. Yaxşı. Bax, 100% artanda 100 plus 100 200 elədi mi? Köhnə qiyməti 100 idi. Yəni 200 neçə dəfə artmaqdır? 2 dəfə. Yəni 2'ye vurursunuz. Çox istifadə olunur. Və yaxud da 200% artdı malın qiyməti. 100 plus 200 elədi mi? 300%. Yəni 300%'imiz hansı hissədir? 3 dəfə artdı. Bax. 300% artdı. 4 dəfə artdı. Bax, misalda verir, deyir. 300% artmaq neçə dəfə artmaqdır? 4 dəfə. 400% artmaq neçə dəfə artmaqdır? 400 plus 100 köhnə qiymət. Elədir 500. 500% ədədin hansı hissəsidir? 5 dəfə artmasına bərabərdir. Bu formada təyin olunur. Bura kimi aydındırsa keçdim. İndi uşaqlar bir girən sual üzərindən baxacağım. Təzədən mövzunu bu hissədə də izah edəyəm. Verilib. Misal 2. Misal 2'də nə deyir? 420 manatı 10% artırın. 10% artmaq. Neçə dəfə artmaq oldu? 100 plus 10, 110. O da elədi 1,1. 420'ni vururam 1,1'e. Çox. Vercindən 0 getdi. 42 vurulsun 11. Elədi 42, 42. Elədi 462. Keçdik. 360 millini 40% azaldın. Azaldanda neçə faiz oldu? 60%. 100 idi, 60% oldu. O da elədi 0,6 hissə.
Buran da 6, 3 yaddaş, 216. 35 santimetre 20% artırın. Artıranda ne oldu? 1,2. Şimdi oturup bunu alta kalır. 35 burasını 1,2. Bölgüden sonra birden var diye birden de yazın. 42. Verilib. Başka bir sual üzerinde de bakalım. 2 tane de ben de bakıram uşaqlar. Yekun vuram. 705 gramı 20% azaldı. Aha. 705'in 0,8'ini tapacağım. 20'yi çıxanda elədir 80%, 80% de 0,8 ise. Bunu bir-birinə vurursunuz, cavabı özünüz təyin edirsiniz. 40 dəqiqəni 50% artırın. Aha. 50% artıranda neçə hissə oldu? 1,5. Yaxşı kimi uzun yoldan işləmədik. Məntiqini başa düşdük, işləyirik. Oldu 60 dəqiqə. Bu formada təyin olunur. Şöyle məsələləri özünüz işləyirsiniz. Məsələyə baxımdan. Aydın, sağlam. Sağ olun, növbəti dərsimizdə görüşərik. Sağ olun uşaqlar.